ilk yol nişanlarını quraşdırmışıq. 60 metr, 55 metr enliyində küçələrdir. Şəhərdə hörümçək toru görməyəcəksiniz. Ağdam bazarının yeri nəzərdə tutulub. Seyidli kəndi şəhərin bir məhəlləsidir. Maksimum 9 mərtəbə. Hal-hazırda bəli belədir. Kəndin tikintisinə artıq başlamışıq. Bu gün dövlət buranı -1-dən bərpa eləyir. Şəhəri şəhər edən rəmzlərdən biri yol nişanlarıdır. Ağdam, Füzuli və Xocavənd rayonlarında prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdamın ümumi inkişafı barədə söhbətini bu sözlərlə başladı. Ağdam şəhərində həm daxili yollar inşa olunur, həm birinci yaşayış kompleksi var və ilk yol nişanlarını quraşdırmışıq artıq bu küçədə. Bəli. Biz həm piyada xəttinin, Yepyeni. həm də o bir tərəfdə piyada xəttinin yol nişanlarını müvafiq olaraq quraşdırılmasına başlamışıq. Bugün sabah ilk svetoforlar gələcək şəhərə. Bu il svetofor olacaq. Bəli, artıq çünki insanlar yaşayır. Burada hərəkət olacaq, maşınlar hərəkət Bəs edəcəklər. kameralar olacaq. Kameralar da artıq Kameralar onsuz da var, amma bu sürət ölçəkləri. bəli, mütləq olacaq və ilk cəriməni də sürücülərimizə böyük təntənəli şəkildə Fəxri vətəndaş olacaq bəli, hamısı. bəli. Yaxşı, indi bura baxanlar şəhərlərdə istəyirəm yazacaqlar ki, bəs aynı olacaq Ağdamda. Mütləq. Biz artıq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən Yerüstü Nəqliyyat Agentliyi ilə əlaqə yaratmışıq. Artıq bu işləri elə onların nəzarətində həyata keçirilir. Müəyyən marşrutlar işlənilir və bilirsiniz ki, Ağdam şəhərinin artıq küçə adları da bəllidir. İndi küçə adlarını da biz vururuq. Müəyyən dayanacaqların yerlərini müəyyənləşdiririk. Harda avtobus dayanacaqları olacaq və artıq marşrutlar üzrə xəttlərə müvafiq avtobuslar da buraxılacaq ki, insanlar ictimai nəqliyyatdan istifadə edə bilsin. Avtobuslar nə vaxt hərəkət etməyə başlayacaq? Bizim bilirsiniz, dəmir yolu və avtovazal Var, kompleksimiz var. Avtovazal kompleksinin bir funksiyası da şəhərlər arası olsa da oradan artıq bir hub kimi biz istifadə edirik. Əsas depo məntəqəsi oradadır. İnsanlar ora gəlir, oradan da şəhərə. Xeyr, hər bir yerdə öz dayanacaqlar olacaq, amma avtobuslar oradan Aydındır. şəhərin müxtəlif istiqamətlərində hərəkətə keçəcəklər. Qısa bir müddətdə marşrutlar da hazır olunacaq və Ağdamın balaca bir hissəsi bir şəhər simasında meydana çıxacaq. Yeni Ağdamın küçələri də çox geniş olacaq. Üstəlik, bütün kommunikasiya xəttləri yerin altından keçəcək. 60 metr, 55 metr enliyində küçələrdir. Azərbaycanda heç yerdə bu qədər enliyində, heç nəinki Azərbaycanda, mən deyərdim ki, yaxın regionda belə bir şey yoxdur. Səliqəli yaşıllıq zonaları, infrastruktur tam təmin olunmuş. Şəhərdə hörümçək toru görməyəcəksiniz. Küçədən kabel keçməyi, hava yolu ilə kabelləri görməyəcəksiniz. Çünki bütün kommunikasiya xəttləri yer altından keçir. Artıq onlar çəkilib. Bilirsiniz ki, şəhərdə daxili yolların tikintisi də paralel olaraq davam edir. Faktiki olaraq biz gözəl, səliqəli, Ağdamlı adına uyğun olaraq bəyaz çalarlı bir şəhərin şahidi olacaq. Gözəl şəhərin şahidləri məşhur Ağdam bazarına da gedə biləcəklər. Bu növbəti sualımız idi və sən demə, Emin müəllim bu sualı gözləyirmiş. Baş planda da var, onun yeri nəzərdə tutulub. 2-ci yaşayış məhəlləsi ilə 5-ci yaşayış məhəlləsinin arasında onun üçün müvafiq yeri ayrılıb. Sözsüz ki, bu adından da göründüyü kimi bu daha çox özəl investisiya obyektidir. Mən sizə deyim ki, səbirsizliklə gözləyirik ki, özəl sektorun nümayəndələri bu təşəbbüslə çıxış eləyəcəklər və Ağdam bazarının tikintisini öz əllərinə götürəcəklər. Bunun üçün də müraciət etməlidirlər nümayəndəliyə. Bəli, Ümumiyyətlə işğala qədər ki Ağdam şəhərinin ərazisi 700 kvadrat kilometr idisə, yeni baş plana əsasən bir neçə kəndin şəhərlə birləşdirilməsi nəticəsində indi bu rəqəm 2000 kvadrat kilometrə bərabərdir. şəhər tamamilə fərqli bir şəhərə çevrilir. Daha böyük, daha geniş ərazidə. Bir neçə kənddə birləşdirilib, Bəli. onun hesabına da böyüyür. Məsələn, Seyidli kəndi. Bəli, bizim Bugün kənd. sizin kəndi lap yaxşı. Seyidli kəndinin olduğu yer indi şəhərin bir məhəlləsidir. 4-cü yaşayış kompleksi hal-hazırda orada tikilir. Eyni qaydada hardasa aşağı-yuxarı 5000 nəfərin köçməyi nəzərdə tutulub. Yəni orada da bir 1200-1400 arasında ailə sayı olaraq əhalimizin köçməyini biz nəzərdə tuturuq. Biz hal-hazırda 4-cü yaşayış kompleksinin ərazisindəyik. Burada da ümumilikdə 75 bina var. Onun 47-si yaşayış binasıdır, 18-i qeyri-yaşayış binasıdır. Bu kompleksin daxilindəki bütün məhəllələrdə tikinti başlayıb. Artıq bəzilərində
bölgə işi belə qutarıb. Digərləri yekunlaşmaq mərhələsindədir. Sonuncu 7-8-ci mərhələsi artıq təməli atılıb. Bəs ən hündür mərtəbəli bina neçə mərtəbə ola bilər? Hal-hazırda 7 mərtəbədən hündür mərtəbə yox. Məhdudiyyət var? Baş plana uyğun olaraq maksimum mərtəbə sayı 9 ola bilər. Maksimum 9 mərtəbə. Hal-hazırda bəli, belədir. Belə çıxır ki, ümumi dizayna görə şəhərin mərkəzi qalır öz yerində, orada muzeylər olacaq. Bəli, İşğal Zəfər muzeyləri, Mərkəzi Park, Cümə məscidi, Pənahəli xanın sarayı, bu iki obyekt artıq restavrasiya olunub. O olacaq Ətrafındakilar yaşayış hamısı komplekslərin dairəsində tamamilə sanki. doğrudur. Qeyd edək ki, 1, 3 və 5-ci yaşayış komplekslərini Avstriya, Türkiyə və İngiltərə mütəxəssisləri layihələndirib. 2 və 4-cü yaşayış komplekslərinin layihəsini isə Dövlət Şəhərsalma Arxitektura Komitəsinin tabeliyindəki Bakı Dövlət Layihə İnstitutu hazırlayıb. Layihələr ümumi dizayn fəlsəfəsindən kənara çıxmamaq şərti ilə bir-birindən fərqli və gözəldir. Şəhər özü ağ çalarlarlandır. Bütün məhəllələrin dominant rəngi ağ rəngdir. O gözə çarpır, xüsusi olaraq belə nəzərdə tutulub. Amma məhəllələr bir-birlərindən fərqlidir. Memarlıq həlləri fərqlidir. 2027-ci ilin ortalarına qədər Ağdam şəhərinin ümumi inkişaf dinamikası belədir. 2026-cı ilin sonunadək Ağdam şəhərində ümumilikdə 4 yaşayış kompleksi tikiləcək. 2026-cı ilin sonlarında 5-ci yaşayış kompleksinin tikintisinə başlanması planlaşdırılır. Beləliklə 27-ci ilin ortalarına qədər Ağdam şəhərində bütövlükdə 20-25 min əhali məskunlaşmış olacaqdır. Nəzərə alsaq ki, 2040-cı ilin sonuna qədər baş plan 100 min nəfərlik bir əhaliyə nəzərdə tutmuşdu. Onun 25 mini, yəni 1/4 sadəcə olaraq 26-cı ilin sonu, 27-ci ilin ortasına qədər təmin olunmuş olacaqdır. Prezidentin xüsusi nümayəndəsi dedi ki, işğaldan əvvəl Ağdamda qeydiyyatda olmuş, işğal nəticəsində məcburi köçkün statusu almış insanlar mütləq mərhələli şəkildə mənzillərlə təmin olunacaq. Özəl şirkətlərin inşa etdiyi binalardan isə Ağdamlar da daxil olmaqla bütün ölkə vətəndaşları mənzil ala biləcək. Bu, artıq onların şəxsi seçimidir. Ağdam sakinlərini ən çox maraqlandıran suallardan biri də belə səslənir. Mənim 2 sotda şəhərin mərkəzində bir yerim olub, evim olub, mən orada yaşamışam. Çox verilir bu sual, bəli. Bu bir nömrəli sualdır, görəsən. Bəli, bir nömrəli Ən sual. azından üçlükdədir. Bəli. Bu suala bugün necə cavab verək? Hər bir Ağdamlı Ağdama köçə biləcək. Bunun üçün dövlət onlara hər cür şərait yaradacaq. Vaxtı ilə burada 42 min adam yaşayıb. Biz nəzərdə tuturuq 100 min adam yaşasın. Bizim sadəcə olaraq işimiz bu şəhəri bərpa eləməkdir. Bu şəhərdə rahat, firavan həyatı təmin etməkdir və sözsüz ki, bura köçəcək vətəndaşlarının qayğısına qalmaqdır. Bu torpaqları artıq biz azad etdikdən sonra hamı da gördü ki, Ağdam hansı bir vəziyyətdə idi. Bu gün dövlət buranı sıfırdan deyil, -1-dən bərpa eləyir. Ağdam rayonunun kəndləri ilə bağlı vəziyyət eynidir. Dövlət kəndləri yenidən salır. Xıdırlı, Sarıcalı və Kəngərli kəndlərinə artıq insanlar köçürülüb. 2 kəndin tikintisi isə yeni başlayıb. Bu Başqərvənd kəndidir və Eyvazxanbəyli kəndidir. Başqərvənd kəndi Slovakiyalı mütəxəssislər tərəfindən həyata keçirilir, onun inşası və sözsüz ki, o da çox gözəl kəndlərdən biri olacaq. Eyvazxanbəyli bilirsiniz də, çox vacib kənddir, həm Ağdam üçün, həm Qarabağ üçün. Orada Qarabağ atlarının açılıq nəsil artırma mərkəzi fəaliyyət göstərib vaxtı ilə. Hal-hazırda nəsil artırma mərkəzi kimi layihələndirilib, layihələnmə prosesi gedir, amma kəndin tikintisinə artıq başlamışıq. Ağdam şəhərinin özü minalardan tam təmizlənsə də, rayonun keçmiş təmas xəttinin üzərində yerləşən hissə və kəndlərində bu proses hələ gedir. Lakin sürətlə. Bizdə olan məlumata görə Ağdam rayonunun ümumilikdə bir 55% minalardan tam təmizlənib. Bir məsələni də vurğulayaq. 2026-cı ilin sonunda Ağdamdan Xankəndiyə qatarla getmək mümkün olacaq. Artıq Əsgərana qədər yeni dəmir yolunun yataqları hazır vəziyyətdədir. Ən son məlumatları Ağdam 2025 layihəsi təqdim edir. Bizdən ayrılmayın.